Bizə deyir ki, tam köklərini, ümumiyyətlə köklərinin sayının tam kökünə olan nisbətini tap deyir artıq. Bax, bir dənə 3x-ə, bir dənə t deyirik. Onda misalımız nətər olur? Deyin görəm. Bax, olur t-nin kvadratı ça nə? 11 ça x-in kvadratı vurulsun t. Gəl evdə. Ça 9x-in kvadratı üstəcələ 18 bərabərdir 0-a. Düzdürmü? Deməli, bu təmin həll olması üçün də diskriminantını hesablayıram, görün nə eləyir. D bərabərdir b kvadrat minus 4ac bərabərdir. Görün nə olar? Birinci kvadratı nə eləyir aşılar? 121 ça. Sonra birinci və ikinci nasibini kimisilir? İkincinin kvadratı. Düzdürmü? Telefon kimləri bir dənə səssizə qoyan. Üstəcə 36x-in kvadratı. Bir dənə yazıram. Düzmü deyirsən? Müsbət olur. Çaq. 72. Eləmi? Sonra sadələşdiririk. Görün nə baş verir. Deməli, bu x-də 4-ü birinci yazaq. Sonra üstəcə x kvadratı 4x kvadratı. Düz deyirəm aşı. Elə. 121-dən də 72 çıxın görün. 14 eləyir. Hə, yaxşı. Bir dənə də çıxanda nə qalır? 49. Bu da özü düsturdur. Nəyin düsturudur? Bir görən. Hə, müxtəsər kimi yığışdırıram. Düzdürmü? Əla. İndi gedirəm x1, x2-ni tapmağa. Köklərini. Qulaq asaq. x1 bərabərdir nəyə? Mənfi b. Anlaşıqlar. Mənfi b. Düzdürmü? 11 ça x kvadrat. Üstəcələk bundan da kök almışamsa nə? X kvadrat üstəcələk 7 bölək nə? 2 bərabər. X kvadratları gedər. Nə qalar? Qalar deməli topladım 18 böldüm 9. Deməli bir dənə tam kökünü tapmışam. Tam kökü bir dənə. Nətər deyirdi Rübabə? Tam kökünü. Elə mi deyir? Yaxşı. Sonra bir kökümüz oldu bu. Deməli, ikinci kökümüzə bax yine. X2 bərabər. Qulaq asaq. Digər kökümüz nətər olacaqdır? Aşağıda gətirib yerinə qoyanda 11 ça x kvadrat. Sonra nə yazacağım? Ça x kvadrat. Sonra nə? Çax 7. Bölə 2 bərabər. Yekundan alıram, deyin görəm. Çanda 4 qalır, 2-yə böləndə 2 qalır. Ça x kvadrat, eləmi? Yaxşı. Aha. Onu başqa yolla yazmışdıq. İndi başqa yolla yazıram. Sonra nağaraq görün. Deməli, bunun özdə sakit kök verəcəkdir mi? Düzdürmü? Bir kökümüz də orada vardı mı? Ümumi köklərimizin sayı nə olur? 3 tane köklərinin sayı olur 3. Düzdür? Tam kökü nədir bə? T'ni kimə demişdi yaşlılar? T'ni kimə demişdi? 3x'in cavabını sən burada aldığın T'nin cavabı da. T'nin cavabıdır burada aldığımız cavabımız. T'nin cavabını 9 almışamsa x'im nəyə bərabər olur? 2'ye. Deməli, bunu da T'ye bərabər eləyək, ondan sonra gedək. 2 ça x kvadratına T demişdimsə T'nin cavabı nə idi? 3x düzdür. Bu tip misalı da buna ait topluda 2 dənə sual var. Biri budur, bir dənə onun oxşar oda loqaritm hadisindədir. Bu tip misalı funksiyanın şəklini qurmaqla eləyirsən. Şəkillərini quracaq. Görək neçə yerdə görüşürlər. Hazır niyə keçirsiniz? Şəklini çəkirəm ki, görün neçə yerdə görüşmə nöqtələri vardır. Bax. Bu y-imiz, bu x-imizdir, düzdür? Bax, mənfi vardı deyə burada. Parabolanın qolları aşağı olar, yuxarı. Parabolanın qolları aşağı olacaqdır və m-sı 2'yə bərabərdir deyə y-in 2 nöqtəsindən keçərdə x-ə 0 verəndə y-in 2 elifdir. Şəkil olar mı bu? Mən aşağı dedizin, həmi? 2-dən keçən, ağzı aşağı olan parabola. İndi bu birisindən danışıram. Onun şəklini çəkin görəm. Onun şəkli nətər olar? 3x'in şəkli. 3x'ə bir dənə cədvəl qururam balacana. Məsəl üçün 0 verirəm. X-ə 0 verəndə y-in nə eləyir? 1. Sonra x-ə 1 verəndə 3 olur. Bir dənə verim. 2 verəndə 9 olur. 0 verəndə 1 eləyirsə y-in 1-də kəsir.
Sonra 1 verəndə 3 eləyirsən, 1 verəndə 3 eləyir. Bax, deməli bana 1 bu nöqtə lazımdır, 1 bu nöqtə. Sonra nə lazımdır deyin görüm. 2 verəndə 9 eləyir. 1 verəndə, 2 verəndə də 9 oldu. Yuxarılardan bir şey, belə bir şey. Deməli, şəkli nətər olacaq aşağılarında? Düzmü çəkirəm? Beləsinəmi? Belə. Yəqin belə bir şey. Düzmü deyirəm? Nətər? Mənfi də qiymət verək də, yəni. X-ə bir dənə də mənfi 2 verək. Verəmirik. Eyb yoxdan, mən biraz 9-cu adın yeri qəşək qoymadım deyə şəklini biraz yaxşı alınmadı. Bir dənə də məsəl üçün mənfi 1 yazandan eləyəcəkdir, 9-da 1 eləmi? 3-də 1, yaxşı. Deməli, X-ə mənfi 1 verəndə buralardan bir şey alacam. Deməli, düz, indi qəşəkdir, bax, indi qəşəkdir. 9-un qiyməti də buraydısa, şəklin belə bir şeydir, düzdür? Bəli? Belə üstün qrafdır. Hə, neçə nöqtədə kəsmişəm? 2 nöqtədə. 2 nöqtədə kəsmişəmsə, bir köküm buydu, bir köküm buydu. 2 nöqtədə də kəsmişəmsə, 3 dənə köküm var. Tam köküm də bir dənə 2-dir. Görsən burada tam kök vermə daha etmə. Hə, yox, cavab 1,5-dir. Mənə deyir ki, köklərin sayının tam kökün olan nisbətini tap deyir.